بسم الله الرحمن الرحيم الحمد والثناء لله رب العالمين والعاقبة لأهل التقوى واليقين وبه نستعين وهو خير الناصرين والمعين أما بعد. Quran-ı Kerim insanları, cəmiyyəti gözəlliyə, ədalətə, bərabərliyə, haqqa dəvət edir və özdə bu əməlləri ən gözəl şəkildə yerinə yetirməyi, məsələn, əməllərin ən üstün formasını ən gözəl şəkildə yerinə yetirməyi bizə təqdim edir. Ramazan ayının 8-ci günün duasında oxuyuruq: Allahümme rzuqni fihi rahmetel eytam. İlahi, bu gündə məni yetimlərə rəhm etməkliklə ruziləndir. Ümumiyyətlə, keçən günün dualarında da və növbəti günün dualarında da biz baxanda görürük ki, bir neçə əməlləri yerinə yetirməkdə biz Allahdan dua edəndə deyirik ki, ilahi, o əməlləri yerinə yetirməyə, məsələn, bizi ruziləndir. Məsələn, keçən dualarda biz oxuduq, zikri etməkliyi ilə bizi ruziləndir, zehn açıqlığı ilə bizi ruziləndir. Və bugünkü duada da biz görürük ki, Allahdan istiyoruz ki, ilahi, bizi yetimlərə rəhm etməklə ruziləndir. Yəni, yetimlərin haqqını qorumaqla, yetimlərə mərhəmət göstərməklə bugün bizi ruziləndir. Allah Resulü Həzrəti Muhammed sallallahu aleyhi və alihi və səlləm Ramazan ayının fəziləti haqqında bizə etdiyi tövsiyədə, etdiyi nəsihətdə də yetimlər haqqında buyurmuşdur. Buyurur ki, وَتَحَنَّنُ أَلَى أَيْتَامِ النَّاسِ İnsanların yetimlərinə, yəni kiminsə himayəsində yetim olarsa, ona məhəbbət göstərin, ona sevgi göstərin, ona qayğı göstərin. Və يُتَحَنَّنُ أَلَى أَيْتَامِكُمْ ki, sizin də yetimlərinizə sevgi göstərsinlər, məhəbbət göstərsinlər, qayğı göstərsinlər. Yəni, bir insanın himayəsində, bir insanın öhdəlikçiliyində əgər bir yetim olarsa, Peyğəmbərin bizə göstərişi, tövsiyəsi, nəsihəti odur ki, o insanların himayəsində olan yetimlərə qayğı göstərin, sevgi göstərin, məhəbbət göstərin ki, onlar sizin də himayənizdə bir yetim olar ki, insanlar da sizin yetiminizə himayə eləsin, yəni qayğı göstərsin, məhəbbət göstərsin. Allah Təbarək və Teala Quran-ı Kərimin Nisa surəsinin 2-ci ayəsində yetimlərin haqqını qorumağı ən gözəl şəkildə bizə göstərir. Buyurur, yetimlərin mallarını özlərinə verin və pisi yaxşı ilə dəyişdirməyin. Onların mallarını öz mallarınıza qatıb yeməyin. Həqiqətən bu böyük günahdır. Ayəyə biz diqqət edəndə görürük ki, Allah bizə bu məsələdə nə qədər diqqətli olmağımızı göstərir. Yəni, yetimlərin mallarını deyir, özünə qaytarın və pisi yaxşı ilə dəyişdirməyin. Onlar bir yetimin bir malı olar, yaxşı olar, gözəl olar, bir insan kim ki onu himayəsində saxlayır, yəni onu pisi ilə dəyişdirib pisini yetimə verməsin. Elə hansıdırsa onu versin və onların mallarını öz mallarınıza qatıb yeməyin. Məsələn, belə bir misal vuraq, bir insanın himayəsində bir yetim olar və o yetimə digərləri də kömək eləyər, istər maddi, istər mənəvi. Bu insanın haqqı, ixtiyarı yoxdur ki, onun malından götürsün, öz malına qatıb yesin. Çünki o onun malıdır. Allah buyurur ki, o yetimlərin malını özlərinə verin. Həqiqətən bu böyük bir günahdır. Yetimləri himayə etmək, onlara qayğı göstərmək, onlara məhəbbət göstərmək haqqında çoxlu hədislər nəql olunur. Onlardan biri İmam Muhammed Baqir əleyhissalam buyurur ki, İnnə lil-yetim haqqən, həqiqətən yetimin haqqı var. Yəni, insan gərək diqqət eləsin, insan gərək qayğı göstərsin ki, yetimin haqqına düzgün riayət eləyə bilsin. Digər bir hədisdə buyurur ki, مَا مِنْ عَبْدٍ يَمْسَحْ يَدَهُ أَلَى رَأْسِ يَتِيمٍ Hər bir insan, yəni hər bir bəndə yoxdur ki, əlini yetimin başına çəkə, rəhmətənlə, yəni ona mərhəmət göstərə, qayğı göstərə, sevgi göstərə, yəni bu qəbildən əlini yetimin başına çəksə, İlla ətahullah bi kulli şə'ratin nuran yevməl qiyam. Allah qiyamət günü o yetimin tükünün sayının miqdarında o şəxsə nur əta eləyər. Məsələn, bir insan rəhmətlə, mərhəmətlə, sevgi ilə yetimin başına əl çəkərsə, o yetimin başında nə qədər tük varsa, Allah hər birinin müqabilində o şəxsə qiyamət günü bir nur əta eləyər. Başqa bir hədisdə buyururuq,
ki, o yetimin malını yeməyin nə qədər böyük günah olduğu, yəni nə qədər qəbih bir iş olduğu haqqda hədis belədir. Buyurur ki, mən əkələ min məlil yetim. Hər kim yetimin malına yesə, yəni bir insan yetimin malını yesə, dirhəmən vahidən, hətta bir dirhəm də olsa belə, yəni güman eləməsin ki, məsəl üçün 1 manatla heç nə olmaz. Hədisdə buyurur ki, hər kim yetimin malını 1 dirhəm də olsa belə yesə, zulmən, yəni zülm eləyə, onun malını qəsb eləyə, nahaq yerə onu yesə, min qeyri haqqin, yəni haqqı olmadan, yuxliduhullahu finnar, Allah onu cəhənnəmdə əbədi saxlayar. Çünki burada hədisdə gözəl bir nöqtəyə toxunuldu. Deyir, min qeyri haqqin, yəni haqqı olmadan. Haqqı olmaq odur ki, yəni yetimi saxlayan bir şəxs, o şəxsin ki, himayəsində yetim var, yetimin malından müəyyən qədər istifadə edə bilər. Yəni özünün əgər qazancı yoxdursa, öz ehtiyacı qədər, məsələn, yeməyinə, daha ondan artığını o olur nə? Min qeyri haqqin, yəni haqqı olmadan. Əgər haqqı olmadan yetimin malından 1 dirhəm yesə, Allah qiyamət günü onu cəhənnəmdə əbədi saxlayır. Bu hədisin əsasında bir haşiyə çıxmaq istəyirəm. Bəzən bir insan xeyirxahlıq məqsədi ilə gözəl əməl bilib bir yetimi himayəsinə götürərsə, yəni düşünər ki, fikirləşər ki, bu Allah bəyənən bir əməldir, gözəl bir əməldir, bir yetimi himayə edərsə və bəzən də görsən belə şəxslərə digər şəxslər maddi kömək eləyir, dəstək olur, köməklik göstərirlər və həmin şəxs himayə edən şəxsin haqqı yoxdur ki, və hədisdə də qeyd elədik, yəni haqqı yoxdur ki, o yetimin malından özü üçün istifadə eləsin. Yəni müəyyən qədər ehtiyacı varsa, bayaq da qeyd elədik, yəni ehtiyacından artıq haqqı yoxdur ki, o yetimin malından istifadə eləsin. Əgər istifadə edərsə, o yetimin haqqı onun boynunda qalar və buna hədisdə də buyurdu ki, zulmən, yəni o yetimə zülm etmiş olar və böyük günah sahibi olar. Allah da hədisdə də buyurur ki, Allah onu cəhənnəm əzabında, yəni əbədi saxlayır. Hətta hədislərin birində İmam Rıza əleyhissalam buyurur, məsələn, bir şəxsin himayəsində yetim var, yetimin müəyyən məbləğdə, məsəl üçün bir pulu varsa, indi himayə edən şəxs istəyir ki, o pulla ticarət eləsin ki, o yetimin malı, məsəl üçün, çoxalsın. İstəyir o ilə ticarət eləsin. Bu məsələdə gərək diqqətli olsun. İmam Rıza əleyhissalam buyurur, deyir, mən ittəcərə biməlil yetim fərəbihə kənəlil yetim. Həmin şəxs yetimin malı ilə gedə bir ticarətlə məşğul olar. Əgər o ticarətdə qazanc əldə eləsə, o qazanc yetimə məxsusdur. Nəinki o ticarət edən yox. O haqq yetimə aiddir. Amma imam buyurur ki, vəl xusran, birdən həmin şəxs getdi, məsələn, müəyyən məbləğdə bir ticarətlə məşğul oldu, zərər elədi. Yəni orada bir qazanc əldə eləmədi, zərər elədi. İmam buyurur ki, o həmin o zərər ələt tacir, o ticarət edənin boynunadır. Məsələn, bir insan gedir yetimin malı ilə ticarətlə məşğul olursa, əgər orada ziyan elədirsə, qazanc əldə eləmədirsə, hədisdə dediyim ki, qazanc əldə eləsə yetimin haqqıdır, yetimin malıdır. Amma ziyan eləsə, yəni yetimin malını zayi elədiyi üçün, aradan apardığı üçün o kimin boynunadır? Həmin o ticarəti icra edən şəxsin boynunda haqqdır ki, onu ödəsin. İndi burada bəzən bir maraqlı bir məsələ də var. Məsələn, bir insan, bir uşaq, məsələn, çətin bir hala düşəndə, nəyəsə ehtiyacı olanda görürsən əlini kimə açır? Yəni atasının, anasının üstünə gedir. Amma yetimin gedəcəyi bir yer olmadığı üçün əlini tutur Allaha. Yəni yetimin pənahında duran, yetimin arxasında belə deyək, dayanan Allahdır. Yetimin son ümidi Allahdır. Ona görə bu bəzən deyirlər yetimin ahı pis olur. İnsan gərək yetimlərə qarşı diqqətli olsun. Ona görə duada buyurur ki, ilahi, Allahumma rzuqni fihi rəhmətəl əytam. İlahi, yetimlərə rəhmət eləməklə məni roziləndir. Sonra buyurur ki, Allahumma rzuqni, duanın əvvəli, sonra və it'amət təam. Təam verməklə məni roziləndir. Ki, gördük ki, bu duanın bugünkü hissəsində ruzini nisbət verdi həm yetimlərə rəhm etmək, həm ikinci hissədə buyurur ki, it'amət təam.
təam verməkliyi mənə ruziləndir. Bəzən insan belə düşünür. Məsələn, əlində bir miqdar pul varsa, ya yemək varsa, fikirləşir ki, bunu mən sailə verərəm, ehtiyacı olana verərəm, mənim daha da çox ehtiyacım buna artar. Xeyr, bu belə deyil. Əksinə, bir insan Allah yolunda əlində olan maldan xərcləyərsə və yaxud da ki, əlində olan yeməkdən xərcləyərsə, bir ehtiyacı olana verərsə, Allah onun 10 mislini ona verər. Ki, Qur'an-ı Kərimdə Allah buyurur ki, hər kim bir yaxşı iş görərsə, Allah onun 10 qatını ona verər. Həm də bu, yəni Allahın verdiyi ruzidən, məsələn, insanın ehtiyacı varsa və yaxud da ki, ehtiyacı olmasa da belə, yəni Allahın verdiyi ruzidən, Allahın verdiyi nemətdən insan onu paylaşarsa, ehtiyacı olana versə, bu insanın muttəqi olduğunu bildirir. Yəni təqvanın əlamətlərindən biridir. Bəqərə surəsinin 1-ci, 2-ci, 3-cü ayələrində buyurulur ki, Əlif, Ləm, Mim, Zəlikəl kitəbu lə raybə fihi hudən lil muttəqin. O elə bir kitabdır ki, onda şək şübhə yoxdur. O muttəqilər üçün hidayətdir. Muttəqilər üçün doğru yol göstərəndir. Muttəqilər kimdir? Əl-ləzīnə yu'minuna bil-ğeyb. Muttəqilərin xüsusiyyətlərindən biri budur ki, qeybə iman gətirərlər və yuqimunəs-salah. Namaz qılarlar. Biri də ki, və mimmə razaqnahum yunfiqun. Bizim onlara verdiğimiz ruzidən Allah yolunda nəfəqə verərlər. Allah burada gözəl buyurur ki, yəni insanın əldə etdiyi güman eləməsin ki, elə bu onundur. Allah buyurur ki, bizim verdiyimiz ruzidən, yəni hər bir insana ruzini verən Allahdır. Və Allah da buyurur ki, bizim verdiyimiz ruzidən nəfəqə verər, ehtiyacı olanlara verərsə, o şəxs muttəqilərdəndir, təqva əhlindəndir. Duanın bir hissəsində də buyurur ki, Allahümme rzuqni, yəni əvvəlini oxusaq, və ifşa'əs-salam. Salamı yaymaqlıqla məni ruziləndir. Çünki görür ki, doğrudan da həqiqətən də bu ruzi məsələsi çox geniş bir mövzudur. Ehtiyacı olanlara təam vermək, yetimlərə rəhm etmək, zikri etmək, zehin açıqlığı istəmək, bu hissədə də ki, salamı yaymaq, bunların hamısı ruzidir. Burada oxuyur ki, ilahi məni salamı yaymaqda, salamı genişləndirməkdə bu əməllə məni ruziləndir. Qur'anın bizə ən gözəl şəkildə tövsiyə etdiyi əməllərdən də biri salam verməlidir. Özü də onu ən gözəl şəkildə yerinə yetirin. Nisa surəsinin 86-cı ayəsində oxuyuruq ki, Allah təbaraka və teala buyurur: "Və izə huyyitum bi tahiyyatin fahayyu bi ahsani minha." Sizə salam verildiyi zaman ondan daha gözəl şəkildə sizə salamlayın. Məsələn, biri sizə salam verirsə, siz onun salamını daha gözəl şəkildə cavab qaytarın. Əv rudduha, ya da ki, elə olduğu kimi qaytarın. İnnallaha kana ala kulli şeyin hasibə. Həqiqətən də Allah hər şeyin hesabını çəkəndir. Peyğəmbər Əkrəm sallallahu aleyhi və səlləm buyurur ki, İbdəu bis-salam qəbləl kəlam. Kəlamdan qabaq, yəni biri ilə söhbətdən qabaq, danışmamışdan qabaq, salamla başlayın. Fəmən bədəə bil-kələm qəbləs-səlam. Peyğəmbər buyurur ki, kim salam verməmişdən qabaq kəlama başlayarsa, danışmağa başlayarsa, fələ təcibuhu. Ona cavab verməyin. Yəni salamın mahiyyəti, salamın fəlsəfəsi odur ki, yəni bir insan ki, sənlə üzləşir, sənə deyir salam aleykum, yəni həm Allahın adıdır, həm də salam, sülh, əminamanlıq mənasındadır. Yəni artıq mənim sənlə heç bir işim yox. Yəni sənə qarşı düşmənçiliyim yoxdur, sənə qarşı kinim yoxdur, sənə qarşı küdrətim yoxdur. Mən sənlə sülh, əminamanlıq etmək istəyirəm. Peyğəmbər ona görə buyurur ki, bir kəs kəlama başlayar salamsız, ona cavab verməyin. Başqa bir hədisdə Peyğəmbər buyurur, Əvlən nəsi billahi və bir rəsulihi. Allaha və onun rəsuluna ən yaxın olan insan kimdir? Mən bədəə bis salam. Birinci salama başlayan şəxs. Biz hədislərə baxanda, Peyğəmbərin əxlaqı ilə bağlı olan rivayətlərə, hədislərə baxanda elə bir şəxs olmayıb ki, hətta uşaq olmuş olsa belə birinci Peyğəmbərə salam versin. Həmişə Peyğəmbər salam verməkdə insanları, dediyimiz kimi, hətta uşaqları belə qabaqlayardı. Salam verməyin mədəniyyətindəndir, əxlaqındandır ki, kiçiklər böyüklərə salam versin, yol gedən oturana salam versin, az insanlar çox insanlara salam versin ki, bu salamın mədəniyyətindəndir. Ki, görürük ki, həqiqətən də salam verməkli İslam dinində ən gözəl bəyənilən əməllərdən biridir.
və duada deyir ki, ilahi salamı yaymaqlığı bizi ruziləndir. Sonra duada oxuyuruq ki, və sohbətəl kirami bitavlikə yə məlcəəl əmilin. Bu gün də məni kəramətli, hörmətli şəxslərlə dostluq etməyi ilə ruziləndir. Görürsünüz, insan oturduğu, durduğu insanlara diqqət eləməlidir. Bunun özü də bir ruzidir. Yəni, gözəl insanlarla, ehtiramlı insanlarla, kəramətli insanlarla oturub durmaqlığı ilahi məni ruziləndir. Ey arzu edənlərin pənahı. Hədislərdə var, biz oxuyuruq ki, insanın əxlaqının formalaşmasında, insanın tərbiyəsinin formalaşmasında, insanın oturub durduğu insanlar, onun iş yoldaşı, həmsöhbət olduğu, yol yoldaşı olan insanların nə qədər insanın əxlaqına, mənəviyyatına, tərbiyəsinə böyük rolu var. Hədislərin birində hətta insan getdiyi məclisə də gərək diqqət eləsin ki, hansı məclisə gedir? O məclisdə Allah sözüdür, ya Allah xatırlanır, yoxsa yox? Əgər orada Allaha asi olunursa, Allaha günah olunursa, insan gərək belə məclislərə getməyi tərk eləsin. Hədislərin birində buyurur ki, Lə yənbəği lil-mu'min ən yəclisə məclisən yu'asallaha fi. Müminə layiq deyil. Başqa bir hədisdə buyurur ki, müsəlmana layiq deyil ki, elə bir məclisə getsin ki, o məclisdə Allaha asi olunur. Yəni, günah məclisinə getməsin. Və la yəqduru ələ təğyirihi. Əgər gedib orada insanları günahdan çəkindirə bilməyəcəksə, o günah məclisinin halını dəyişə bilməyəcəksə, mömin şəxsə layiq deyil ki, Allaha günah olunan, yəni Allaha asi olunan məclisə getməsin. Başqa bir hədisi də oxuyum inşallah. Deyir, Lə yənbəği lil-muslim ən yuvaxiəl fəcir. Müsəlman şəxsə layiq deyil ki, facir, yəni fasik, günahkarla dost qardaşlıq eləsin, vələl-əhməq, ahmaq insanla qardaşlıq eləsin, vələl-kəzzəb. Bir də yalancı insanlarla dostluq etmək müsəlmana layiq deyil. Yəni, mümin olan şəxs, müsəlman olan şəxs gərək günah əhlindən uzaq olsun ki, onun da mənəviyyatı, onun da tərbiyəsi, onun da əxlaqı formalaşmağında, yəni bunların müsbət təsirləri və ya mənfi təsirləri ola bilər ki, insan diqqət eləsin, getdiyi məclislərə, oturub durduğu insanlara ki, onun mənəviyyatına mənfi təsir olmasın. Bugünün duasında da biz onu öyrəndik ki, yetimlərə rəhm etmək, salamı yaymaq və gözəl insanlarla, əxlaqi mənəviyyatı olan insanlarla oturub durmaq, ehtiyacı olanlara təam vermək, bu da Allahın bəndələrinə olan bir ruzinin növüdür. Allah tutduğumuz orucu qəbul eləsin, etdiyimiz duaları qəbul eləsin. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.